Kızların 8 Mart bayramını təbrik edir. Dostlar, hediye budur. Hello, sabahınız xeyir dostlar. Oxtayda belə düşün. Bunun halına baxmayın, biraz şiş oyanmış olabilirim çünkü oyandım. Bunu tutuyorum çünkü elimde şu an. Ve telefonu elime aldım. Dedim ki ne edeyim? YouTube'daki canlarıma video seçim dostlar. Day sabah da değil. Gün ortadır. Sadece 12 işdi. Biraz geç durmuş olabilirim, bilirim. Ne edeyim? Tətil dostlar. Tətildə yatmaq mübahdır da, hə? Hava çox gözəldir. Bugün bu arada 8 Mart'tır. 8 Mart bayramımızı, bütün kızların 8 Mart bayramını təbrik edirəm. Düzdür, bu videoya baxanda artıq 8 Mart olmayacaq, amma mən bu videonu 8 Mart'ta çəkirəm. Həftə içi o qədər yorğun oluram ki dostlar. Yəni hər gün səhər saat 6'da oyan, üniversitetə get, üniversitet ayrı bir yorur insanı. Yəni onun üçün də həftə sonlarını bolca yataraq keçirdirəm. Normalde bu mənim üçün tezdir. Əslində həftə sonu saat 11'də oyanmaq, amma oyandım çünkü gedirəm podroqamla görüşməyə. 8 Mart'ı dəyərləndirirəm. Halıyım. Gözümdən çıxmaq. Gedim dişlərimi fırçalayım, əl üzümü yum, bu üzümü şişi zad getsin. Sonra bir çay içim. Bir yerdə hazırlaşaq. Kısa bir şekilde bugünün planını danışmaq istəyirəm sizlərə. Bugün podroqamla görüşəcəm. Saat 1'də önce hazırlaşmaya başlamalıyım ama mən heç nə eləmirəm. Neyse, yani ondan yemek yiyeceğiz. Çok güzel bir restoran vardı. Zaten videoda gösterdim bu restoran. Çok güzeldi yani, estetikası falan. Neyse, orada yemek yiyeceğiz. Oradan sonra çıxacağıq biraz şəhəri gezəcəyik. Zaten Targovi falan yaxındır. Oradan da çıxacağıq, gedəcəyik kofe içməyə bəlkə. Belə də yəni full günü podroqamla olacam. Çıxacam, mən gedəcəm. Nənəmə hədiyyə almışdım 8 Mart'ına görə 10 götürməyə. Elə də gələcəm, yəni günü bitirəcəm. Sonra da gələcəm, elmi iş verirəm deyə məqalə hazırlayacağım. Gedirəm, hazırlaşam. Birini saçımı eləyəcəm. Saçım biraz yağlanıb. Həftə sonudur deyə, yəni yağlanması normaldır. Fikirləşim görüm necə yağım saçım. Könül istərdi ki bunların qara olsun, amma qara rezini tutarıq dostlar. İndi də bunu belə birazını yuxarıdan bir yığacağıq. Sabit. Bu arada məndən saçımı necə sabitlədiyimi soruşsunuz. Mən saçımı bununla sabitləyirəm dostlar. Çox qəşəngdir. Həm uyğun qiymətlidir, həm də çox gözəldir. Məndəki bunun yumuşaq və orta olanıdır. Yaxşıdır yəni. Ondan sonra da saçımı bununla da sabitləyirəm. Bunu şeydən almışdım. Rosmondan İstanbul'un içində çox yaxşıdır yəni. Əlimə tökürəm. Sonra da bunu əlimdə isirirəm. Sonra da bunu belə saçımı belə diblərinə vururam ki, yığanda çox da əziyyət çəkmir. Belə oldu dostlar. Şimdi bunu səviyə salacağıq. Balca daramı aram, biraz burasını da üstündən keçirəm. Eşək oldu dostlar. Mən sevdim. Mən saçımın əziz olduğu üçün çox qalın eyə bilmədim. Neyse. İndi çəkəcək tez makyajımı eləyək çünki çox yubanıram. Dostlar, indi makyaj eləyirəm. Hava o qədər qəşəngdir ki, yəni ölürəm yaz fəslindən yana, ölürəm yay fəslindən yana. Günəş çıxsın mənim enerjim yerinə gələr də. Tez günəş kremi vuracağım dostlar. Günəş kremimi püresdən vururam. Bir barmaq vururam. Çünki çox olur 2 barmaq o deyiləri günəş kremində teori. Sıralamasını da bilmirəm. Birinci nemləndirici vururlar, yoxsa günəş kremi, onu da bilmirəm. Amma yəni
Zaten güneş kremi nemləndirdiyi çox nemləndirici üstünlük verməyəcəm. Sadəcə makyajımın altından baza kimi vururam nemləndirici. Və yenə Esclame'ın bu BB kremini vuracağım. Bu arada BB kremimi dəyişəcəm dostlar. Yəni təzəsini sifariş vermişəm. Trendyoldan gələcək. Hansı o skin sensual var. Onun üçün sifariş vermişəm. Niyə dəyişirəm? Çünki bu biraz quru dərilər üçün. Yəni bir də baxırsınız, fikir verirsinizsə, bu məndəki ən açıq rəngidir. Amma çox tünd qalır mənə. Ona görə dəyişmək istəyirəm. Amma sizə bir şey deyim ki, yəni həyatınızda ala biləcəyiniz ən gözəl BB kremlərdən biridir. Həqiqətən ciddiyəm bu arada. O qədər gözəl BB kremdir ki, o qədər gözəl qapatıcılığı var ki, yəni əgər dəriniz qurudsa, məncə bundan çox yaxşı anlaşarsınız deyə düşünürəm. Tez bunu yayıram. Necə inəcəyim haqqında heç bir fikrim yoxdur, yəni. O da yubanıram. İnşallah konserimi də dəyişirəm. Physicians Formula'nın bu konserləri də bunu çox tərifləyirlər, yəni çox eşitmişəm bunun haqqında. Ona görə bunu bir müddətdə isinəcəm, baxın görün necədir. Yəni əgər quru dərilisinizsə, bundan da çox yaxşı anlaşacaqsınız. Məndəki L'Oreal idi, yəni əvvəlki videomda da göstərmişdim. Bu məşhur Infallible'dır. Biz bundan qapatıcılıq konusunda yaxşı anlaşdıq. Amma quru dərlilik konusunda bir türlü anlaşa bilmədik. Ona görə də mən bunu birazcıq kənara qoyacağam. Bu arada məndəki rəngi Fair to Light rəngidir. Fair to Light. Yaxşı. Yəni dostlar, əllərimə vururam. Əlini kör görə bilərsiniz qarşınızda. Gözümüzün altını sabitləyəcəyik bu pudrayla. Damlatacağım. Biraz tökürəm bura. Highlighter'dan davam edirəm. Məndəki bu Revolution'un bu highlighter'dır. Çox yaxşıdır, yəni uyğun qiymətdə ən yaxşı highlighter'lardan biridir deyə bilərəm. Biraz gözümün üstünü keçirəm, qalanlarını. Bunun üstünə keçəcəm biraz. Və tuş. Mascara. Bu maskaranı işlədirəm. Yəni mənimki budur. Lash Sensation olsun, başqa da heç nə olmasın yəni dostlar. Deyirlər ki, maskaranı vuranda bunu belə aşağıdan tutun, aşağıya baxaraq vurun. Çünki deyirlər ki, elə vuranda, yəni gözün üstünə yaxmırsınız. Amma mən onu elə eləyəndə də gözümün üstünə yaxmıram. Dəqiq ki, məndədir problem. Vallahi makyajımı demək olar ki bitirdim. Bir dənə əynimi dəyişəcəm, sonra da pamadamı vurub çıxacağım. Dən baxın bir. Salamlədir. Maşıyla. Yemeğimizi yedik dostlar. El ele. Ay utandım. Az utandım. Ne TikTok seçim ya. İçərişlərdən keçirdik. İndi görürəm. Bağlanıb. Necə yəni? Şəhərin ən gözəl şeyi idi. Yəni həqiqətən ən gözəl detay bu pianoydu. Hətta mən özüm də arada çalırdım. Bu aralar mən uşaq vaxtı piano ilə çox məşğul olmuşam. Çox qəşəngdir. Bunu niyə belə yığışdırıblar bilmirəm. Gəldim təksiyə, gedirəm nənəmin hədiyyəsini götürməyə fabrikam gedirəm. Bu arada nənəmin hədiyyəsini hazırlayan səhifə İlk azdır. Çox gözəl hədiyyələr hazırlayırlar. Yəni daha çox xatirəli hədiyyələr hazırlayırlar.
mən dedim ki, 8 martda nənəmə nə edə bilərəm? Maksimum misal üçün də sevdiyim insanlardan ibarət bir xatirə panası hazırlatdırıb bilərəm. Ki, bunu da mən tanışlarım və padrikalarım eləyir. Məncə istəsiz baxa bilərsiniz, yəni Instagram səhifələrinə girə bilərsiniz. Açıqlamalarda qeyd eləmişəm onlar Instagram səhifələrini. Oradan girib baxa bilərsiniz. Məncə yaxşı hədiyyədir. Axşam düşdü, biraz padrikamdan sənəyə vermişdim. Hədiyəni aldım və gedirəm indi. Yolda da bir tulpan alaram. Qədər. Dostlar, hədiyyə budur. Gördüyünüz kimi belə mən nənəmlə, yəni bizim, təkcə mənim deyil, mənim xalalarımın, yəni nənəmin yaxın çox sevdiyi qohumlarının hamısı şəkilini belə yığdırmışıq. Bunu istədiyiniz model eləyə bilərsiniz. Yəni mən şəkillərin ürək formasında yığılmasını istəmişdim. Arxa fonunu bu şəkildə istəmişdim və belə də bir söz yazdırdıq. Əzizimiz 8 Mart Qadınlar Günü mübarək. Belə bir şeydir. Məncə yaxşı bir hədiyyədir. Yəni həm kiçik, həm də xatirə qalacaq bir hədiyyədir. Mən sevirəm belə, yəni kiçik hədiyyələri. Səhifənin yenə də deyirəm, adını açıqlamalar qismində qeyd elədim. Uşaqlar, qrup yoldaşlarımız da bizə belə bir hədiyyə almışdılar. 8 Martımıza görə. Mavi bu arada ən sevdiyim rəngdir. Ya, çox minnoş deyilmi? Yəni belə qızılgül aldılar. Bir də bizi bowling oynamağa apardılar. Həqiqətən çox maraqlı idi. Yəni buradan da onlara bir təşəkkür eləyim. Çox düşüncəlidirlər həqiqətən. Ayda mən bir türlü bowling oynayamadım uşaqlar, inanırsınız. Yəni bowlinglə mənim ulduzlarım barışmadı. Hamı atır, millətin xalı 48, 52, nə bilim 62, 72. Mənim xalım 15 idi, inana bilirsiniz. Hamı məndən cəşirdi, hamı mənə deyirdi ki, Nigar oynayamırsan, yazıq. Dedim, neyniyim? Gedim makyajımı təmizləyim. Onunla sonra oturacağım, elmi məqaləmi hazırlayacağım. Makyaj təmizləyir dostlar. Birinci saçımı açıram. Çünki mən saçım əsəblərimə toxunur. Gecələrimə gün gibi doğdum. Gidersen kırılınca adı lazım değil. Maşallah. Mahnı mənim travmamanımdır. Benim travmalarımla dalga geç. Şey oxşadı, mən samuraylara oxşadı, nə? Bunun verdiği rahatçılıq. Allah'ım. Hepsine verebilmez de. Ben bir kayınbabama yemek götürüp hemen geleceğim. Ben bu kayınbabama yemek götürüp geliyorum. Psixolojim yerində deyil bu aralar dostlar, hiss edirəm, fərqindəyəm əslində mən bunun, amma yəni çox da şey yapmıyorum da. Düşdüm geçsinlər, yəni mənəm də. Məsələn, kanalıma abunə ola bilərsiniz. Kanalıma abunə olub mənə izləyə bilərsiniz, dəstəkləyə bilərsiniz. Eyni ilə də digər hesablarımdan, Instagramdan, TikTokdan, xüsusilə də TikTokdan, yəni çox aktivəm TikTokda. Bəzən aktivliyimi itirə bilirəm dərslərimlə əlaqədar. Olsun da, yəni mənəm də. Birinci, üzümü silirəm uşaqlar. Əslində məhsullardan bəhs eləmişdim, amma yenə də göstərəcəm bu miselar üstünə. Yəni mənim illərdən az keçirilməzliyim. Bütün videolarımı siz bunu görə bilərsiniz. Nə ilə sadiq ola bilərsən deyə soruşsanız, yəni bu işlətdiyim məhsullarımdan görə bilərsiniz deyə düşünürəm. Yoğun bir gün keçirib evə gələndə ki, o makyaj sanki üzə elə belə palçığı yapışdırmışsan sifətimə. O şəkildə də qalır. Yəni elə hiss edirsən də, o ki makyajı təmizləmirsən. Elə bilirsən ki, üzündən nəsə getdi də. CeraVe, yenə bu da illərdir sadiq qaldığım baxım məhsuludur. Baxın bizənə, tövşən saçlarım yenidən çıxır. Bunu siz necə olur uşaqlar? Bu Siyer'dən almışdım, rozmarin yağ tərkibli bir məhsuldur. Çox gözəl dəyən uşaqlar. Saçımın tökülməyi demək olar ki, azalır. Hətta bəzən çiməndə artıq əlimə saç gəlmir, o dərəcə yəni azaldıqdır. Çox qəşəngdir. Bu set halında da sizində bir də belə bir toniki var. Bu özünüzə də sıxa bilərsiniz. Pirşiklərə yaxşı gəlir dediklərimə görə, yəni sızanlıqlara falan. Amma mən saçın dibinə sıxıram. Belə. Nəysə də yəni çiməndən sonra sıxarsın. Bəs qoxusu pisdən olur.
Hə, bir də bundan şampun da var. Şampunu mən çox yumuram. Şampun saçımı biraz daş kimi eləyir, daraya bilmirəm. Amma yəni bu yağ super. Super bəli, super. Novruz'dakı çosayla keçir. Burada nə? Bu Nərgiz gülü. Novruz'un gəldiyini göstərən güllərdən. Birisi qəşəngdir dostlar. Şeydir. Xətir qalmasın deyə bir dənə də tulpan aldım. Çay içirəm.